Deməli, burada necədir? Borunun bir hissəsinin enkəsinin sayısı 2S-dir, digəri 3S-dir. Əli yazmışıq bunu. Qabları birləşdirən borunun həcmi nəzərə alınmır. Aha, nə edəcəyik burada? Əvvəlcə S1-imiz 2S-dir. S1 2S-dir. S2-miz isə birinci halda 0-dır da, ümumiyyətlə yoxdur. İndi mən bunların ikisi nə qədər olur? 2S kranı açdıqdan sonra 5S olur. Aha, 5S olur.